Ətraflarda qanqrena qəfil olmur, öncədən əlamətləri var. Qanqrena bir üzvün çürüməsidir. Adətən hər hansı bir problemin illərlə, aylarla zaman içərisində tədricən aqressivləşməsi, problemə çevrilməsi nəticəsində yaranır. Məsələn, şəkərli xəstələrdə ayaqlarımızda soyuqluq, tüklərin tökülməsi, dəridə quruluq, çatlar, hissiyatsızlığın yaranması, bunların fonunda tədricən formalaşan bir prosesdir. Yəni, qanqrena üçün əvvəlcə bir mühit formalaşır, daha sonra isə bu və ya digər zədələnmə nəticəsində meydana çıxır. Biz qanqrenanın başlanğıc mərhələsində bu problemi geri döndürə bilirik. Yəni, ayağımızda kiçik bir zədə varsa, erkən dövrü yara varsa, bu problem qanqrenaya qədər ətrafın, üzvün amputasiyasına irəliləmə olmadan ətrafı, həmin üzvü xilas etmək mümkündür. Tək ki, erkən müraciət olunsun.